Bakının Sabunçu rayonunda itkin düşən qızları evində gizlədən taksi sürücüsü Ramiz Rasimoğlu Umudov həbs olunub. Telegraf istinadən xəbər verir ki, ona İnzibati Xətalar Məcəlləsinin 510 xırda xuliqanlıq və 535 birinci polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama maddələri ilə ittiham elan edilib. Umudovun barəsində olan iş Sabunçu rayon məhkəməsinə göndərilib. Hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. O, xırda xuliqanlıq və polisə müqavimət göstərməkdə təqsirli bilinib. Qərara görə Umudov 10 gün müddətinə həbs olunub. Qeyd edək ki, bu ilin aprelin 16-sı saat 20 radələrində 2008 cil təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007 cil təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayı qızı bibi qızı olan yeniyetmələr aprelin 26-da Maşdağada taksi sürücüsünün evindən tapılıblar. Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma Daxili İşlər Nazirliyinin nəzarətinə götürülür.